Bəzən ev alırsan, amma sonra peşman olursan. Niyə? Çünki çox adam Bakıda ev alanda eyni səhvləri təkrar edir. Bugün sizə Inevstore olaraq alıcıların ən çox etdiyi 5 böyük səhvdən danışacağım. Əgər sən də ev almağı planlaşdırırsansa, bu videonu sona qədər izləməyə dəyər. Başlayaq. Səhv bir qiyməti analiz etmədən almaq. Birinci səhv, sadəcə bəyəndim deyib almaq. Bəziləri evi görür, deyir, vay superdir və qiyməti soruşmadan razılaşır. Amma bazarda real dəyəri 15-dən 20% aşağı olur. Yəni görünüşlə yox, analizlə al. Qiymət araşdır, oxşar təkliflərə bax, müqayisə elə. Yoxsa sonda bunu niyə bu qiymətə aldım ki deyəcəksən. Səhv 2, sənədləri yoxlamamaq. İkinci səhv, sənədlərə fikir verməmək. Bəzi evlərdə çıxarış yoxdur, bəzilərində ipoteka var ya da ümumiyyətlə tikinti şirkətinin problemi. Unutma, sənəd evin pasportudur. Yaxşı qiymət səni aldatmasın. Sənədləri mütləq yoxlat, notariusla vəkilin məsləhətini al. Bu addımı keçsən, gələcəkdə çox böyük problem yaşaya bilərsən. Səhv 3, ərazini qiymətləndirməmək. Üçüncü səhv, binaya baxmaq, amma ərazini yoxlamaq. Bina gözəldir, amma ətrafda məktəb, market, dayanacaq yoxdur. Nəticə, gündəlik həyat çətinləşir. Unutma, ev təkcə divar deyil, həyat tərzidir. Ərazini, infrastrukturu, qonşuluğu qiymətləndir. Smart seçimi. Səhv 4, tikinti şirkətini araşdırmamaq. Dördüncü səhv, adı var deyib şirkətə kor-korana inanmaq. Hər tikinti şirkəti eyni deyil. Bəzilərinin gecikmiş layihələri, bəzilərinin isə məhkəmə işi var. Google'da, sosial mediada şirkət haqqında oxu. Kimlər razıdır, kimlər şikayət edib bax. Çünki şirkətin reputasiyası sənin gələcək rahatlığındır. Səhv 5, təmir və əlavə xərcləri unutmaq. Və 5-ci səhv, təmiri və əlavə xərcləri hesablamaq unudulur. Ev alırsan 100 minə, amma sonra təmir 20-25 min tutur. Hətta mebel, sənəd xərcləri, komissiya da var. Real büdcəni əvvəlcədən planlaşdır. Əks halda ev alandan sonra niyə bu qədər çıxdı deyib əsəbiləşəcəksən. Bu səhvləri çox adam edir, amma sən artıq bilirsən. Əgər ev almaq fikrindəsənsə, bu 5 səhvi etmə, real düşün, ağıllı qərar ver. Daha çox faydalı məsləhət və Bakı daşınmaz əmlak bazarı haqqında məlumat üçün kanala abunə ol, like elə və videonu dostlarına paylaş. Biz Inevstore, sənin real bələdçin.